Səməd Vurğun bağının düz yanında 28 may metrosuna piyada məsafədə Portbaku binalarının düz arxasında Galaxy MTK-dayıq. Yəni böyük bir kompleksdir, mühafizəsi qapalı bir kompleksdir və çox sakit, geniş park boyda bir həyəti var. Yəni Bakı şəhərində bu boyda həyəti olan kompleks çox az miqdardadır. Və burada 17 mərtəbəli binalardır. 13-cü mərtəbəsində 108 kvadrat 2 otaqdan 3 otağa düzəlmə, yəni mətbəx, studio, gözəl təmirli, yeni təmirli mənzilimiz satışa çıxdı. Hal-hazırda qonaq otağını görürsünüz və mətbəx belə bir kvadrat şəkildədir. Çox geniş, super lüks təmir olunub və bir gündə belə olsun yaşayış olmayıb. Gəlin mətbəxdən danışım, sonra ətraflı bir o tərəfləri də göstərəcəm sizə. Üstü tökmə mərmərlə, maşın kaskası ilə işlənmiş mətbəx mebelimiz tam hazır vəziyyətdədir. Belə bir 5 gözlü qaz peçindən istifadə olunub, aspirator yerində, moyka, soba və stroni soyucuların yeri hamısı nəzərə alınıb və mətbəximiz belə bir gözəl mətbəximiz var. Deməli yerdə internet çıxış, TV çıxış, elektrik kutuları yerdə qoyulub. Nəyə görə? Buradan istəsəz TV-dən yığa bilərsiniz, televizor üçün və bu tərəfdə yumuşaq dəstlərinizi yerləşdirə bilərsiniz. Mətbəx qalar TV-dən arxasında ayrılar, yəni mətbəx görsənməz. Üstluqlar tam asılı vəziyyətdə. Olduğu kimi saxlamaq istəsəz, yəni olduğu kimi də çox gözəldir studio mətbəxlər. Burada da elektrik kutuları, TV çıxış, internet çıxış, elektrik kutuları burada da nəzərə alınıb. Mənzil yarı yel çəkəndir. Otaqlar baxır deməli gün çıxan və deməli dəniz tərəfə, cənub tərəfə, Portbaku tərəfə. Portbakunun binaları qarşısını keçib, yəni dəniz görsənmir, panorama yoxdur. Qonaq otağından bu qədər. İkinci mətbəx düzəlib eyvanda. Deməli orada qoyulub paltar yuyan qaz peci və kombi aparatı orada nəzərə alınıb. Deməli iri qoxulu yeməklər üçün orada da belə bir kiçik mətbəximiz var. Gəlin hol hissəsinə proyekti bir dənə sizə göstərim, sonra ümumi izah edəcəm. Giriş qapısı. Ümumi sanitar qovşağımız, birinci yataq otağı və ikinci yataq otağı və daxilində sanitar qovşağı var. Yəni 2 otaqlı mənzil üçün, 3 otağa düzəlmə mənzil üçün 2 sanitar qovşağı olmaq əla bir şeydir. Damfon sistemi qapıdan gidiyor, sağ tərəfdə nəzərə alınıb, sol tərəfdə elektrik kutuları cəmlənib, stroylu, qardirob mebeli, buradadır, patlok işləmələrimizdə var, lüstur, spot, gizli işıqlar, belə bir açarlığımız var, yanları gözəl buralarla bəzədilib, ümumiyyətlə hər divarda işıqlı mənzildir, buralarımız var, spotlarımız var və mənzil neoklasik stildə təmir olunub və aboy işləməsi yoxdur, hamısı püskürtmə emulsiyalardır. Gəlin xol hissəsindəki sanitar qovşağını göstərim sizə, çox genişdir, zövqlə bəzədilib, fərqli teksturada qranitlər, pollar isti pol, gözəl moydadır, arxası led işıqlarla. Güzgümüz, lüstrlar tam asılı vəziyyətdə, spotlar, havalandırma sistemi, böyük duş qabın hissəsi qalıb, divar içi, duş aksesuarlarından istifadə olunub, divar içi unitazdan istifadə olunub və belə şurkasına kimi, qurducusuna kimi hamısı düzgün quraşdırılıb və belə. O tərəfləri gördük, gəlin sizə birinci yataq otağını göstərim. Yenə də püskürtmə emulsiyalar qarşısında eyvanı, lüstur, spotlar, taxtın yeri nəzərə alınıb, taxt üstü buralar, taxtla üzbəüz elektrik kutuları, TV çıxış, internet çıxış elektrik kutuları düzgün quraşdırılıb, pollar hazır laklı bambuk parketlərdir. Pərdələrimiz tam asılı vəziyyətdə, kondisionerlərində elektrik xətləri atılıb. Qaldı əsas yataq otağı. Daxilində də hamam otağımız var. Yenə də bura əsas yataq otağımızdır. Qarşısında eyvanı, baxır Portbaku tərəfə, püskürtmə emulsiyaları da buradan da. Taxt üstü buralar, taxtın yeri nəzərə alınıb, taxtla üzbəüz yenə TV çıxış, internet çıxış, elektrik kutuları düzgün quraşdırılıb, lüstur, spotlar tam asılı vəziyyətdə, kondisionerlərin elektrik xətləri atılıb, yəni qarşısında olsa eyvan var, hamısı kondisionerlər eyvana yaxındır, oradan bütün xətlər eyvana keçsə, yəni təmirə ziyan dəyməyəcək. Və bu otağın sanitar qovşağı, 2 sanitar qovşağımız var, moydadır, arxası
gizli işıqlar var, güzgümüz, spotlar, divar içi duş aksesuarları, divar içi unitaz, quruducusu, hamısı dizaynerlər tərəfindən zövqlə təmir olunub. Buranda qranit isti döşəmədir, əla teksturada qranitlərdir, çox zövqlüdür. Və dəyərli izləyicilər, bu mənzil barədə gəlin sizə ümumi məlumat verim. Mənzil yerləşir Səməd Vurğun bağının yanında, şəhərin mərkəzində. Buradan dənizkənarı bulvara da maksimum 10 dəqiqə, 15 dəqiqə piyada məsafədədir. Yəni buradan çıxdınız, düz axıra kimi getsəz, Portpakını da keçsəz, Ağşəhər bulvarı, sağ tərəfə bulvara da, bulvar mola da yaxın bir ərazidir. Buradan Targovya, Səməd Vurğun bağına, hamısı şəhərin mərkəzidir yəni. Böyük bir ərazisi var, park kimi, yaşıllıq, çox gözəl də bir həyəti var. Əvvəlki videolarımızda bəlkə görmüsünüz, bilmirəm. Bu mənzil satılır, Galaxy MTK-dadır. 17 mərtəbəli binanın 13-cü mərtəbəsində 108 kvadrat, 2 otaqdan 3 otağa düzəlmə, 2 sanitar qovşağı olan bir mənzil 385 minə satılır. Real alıcılar əlbəttə ki, indirim var. Növbət çəkilişlərimizdə görüşərik. Sağ olun.